Demək uşaqlar 24-cü testi izah edirəm. 24-cü test biraz mürəkkəb testdir. Yəni diqqətlə biraz qulaq asın. Deyir birli karbon atomda hidrogenlərin sayı. Alkanlarda birli karbonda demək CH3 olur da, yəni birli karbon CH3 formasında olur. Yəni 3 hidrogen onda 1 karbon olur. Deyir birli karbon atom hidrogenlərin sayı A'dır. Hidrogenlərin sayı A'dır, onda karbonun sayı A bölünsün 3'dür. Və üçlü karbonda isə A bölünsün 9'dur. Bunu da bu şəkildə yazıram və dörtlü karbonu 1'dir. Bizim də belə bir düsturumuz var idi. Birli karbon bərabərdir 2 üstünə gəlinsin. Demək üçlü karbon vurulsun 1 üstünə gəlinsin. Dörtlü karbon vurulsun 2. Belə bir düsturumuz var bizim. Ən çox 4-cü qrup səviyyəsində istifadə olunur. Bu da 4-cü qrupun testi olduğu üçün onun üçün belə mürəkkəb testi alıbdır. Demək burada birli karbonun tapdıq biz özümüz A bölünsün 3'dür. A bölünsün 3 bərabərdir 2 üstünə gəlinsin. Demək bunu A bölünsün 9 üstünə gəlinsin. Demək 1'i də 2'yə vururuq, olur 2. Buradan hesablasaq A bölünsün 3 bərabərdir. Demək 36 üstünə gəlinsin A bölünsün 9. Buradan da 9A bərabərdir. Demək 36 3'ə vursaq eləyəcək 108 üstünə gəlinsin 3A. Və buradan da 6A bərabərdir 108'ə, A da bərabərdir 18'ə. Demək 18 dənə hidrogeni var imiş. 18 dənə hidrogeni var imişsə də demək bunun bir dənə yox 18'i bölsək 3'ə 6 dənə birli karbonu varmış. Demək 6 üstünə gələk. Və ikili karbonda hidrogenlərin sayı uşaqlar, əgər A-16-dırsa ikili karbonda hidrogenin sayı, düsturda ikili karbondan istifadə eləmədik. Nəyə görə? Orada ikili karbonun sayını 0'a vurur. O da onsuz da bizə 0 verir. Ona görə də onu istifadə eləmədik. İkili karbon atomu belədir da, CH2'dir. Yəni karbonun sayı 1'dirsə, hidrogenin sayı 2'dir. Əgər ikili karbonda biz hidrogenin sayı A-16'dırsa, demək karbonun sayı ondan 2 dəfə azdır. Ona görə də biz 18 çıxılsın 16 bölünsün ki, o da bizə nə verəcək? Verəcək 1. Demək ikili karbonu da 1 imiş. Üstünə gəlirik. Üçlü karbonu A18'dir. 18'i 9'a böləndə üçlü karbonu eləyir 2. Dörtlü karbonu da özü deyir 1 dənədir. Demək bunun 10 dənə karbonu var imiş. Yerimiz də belə də 14 plus 2, o da bərabərdir. 14'ü vursaq 10 üstünə də 2 gəlsə eləyəcək 142.